çalışıram ki, heç kim bilməsin. Yəni də qohum bunlar heç, amma yəni hara gedirəmsə, harda otururamsa, yəni çalışdığım qədər bildirmirəm ki, çünki ön yarğı çox ağır olur. Buna görə, çünki mənim 2 dənə uşağım var. Sinif uşaqların valideynlərinə görə, ona görə istəmirəm onlar bilsinlər. Çünki səhərsi gün uşaqlara nəsə bir pis söz deyə bilərlər. Bəzən məhbusluq həyatı yaşamış şəxsləri cəmiyyət ikinci dəfə cəzalandırır. Çünki işsizlik, psixoloji təzyiqlər və ailə daxili münaqişələr onları mənəvi böhrana salır. Şərti adı Ayşə Məmmədova olan keçmiş məhkum deyir ki, mülki həyata alışmaqda çətinlik çəkir. İlk müddət ərzində metroya düşə bilmirdim. Yəni avtobuslar, tünlük olan yerə, belə deyim də, tünlük olan yerdə qala bilmədim. Panik atak deyilən bir şey tutdu. Yəni yarı yolda getdiyim yerə, yarı yolda hətta qayıtdım dala. Məhkumun ən böyük qarşılaşdığı iş problemi olur. Yəni bugünkü günü mənim iskim var. Mən azadlığa çıxandan sonra o pulu yenə ödəməliyəm. Amma işləmirəm, işləyə bilmirəm daha doğrusu. Mən özüm əzaçı olmuşam. Yəni əzaçılarda da ki, kassa sistemi əzaçıların əlində olur. Sosioloq Mail Yaqub hesab edir ki, məhbus həyatı yaşamış şəxslərin azadlığa çıxması onlar üçün ikinci bir şansdır. Qınamaq əvəzinə dəstək olsaq, daha yaxşı işlər görə bilərlər. Bir insan məhbus həyatı yaşayıbsa, onun yenidən işə, həyata inteqrasiyası qanunvericilik baxımından çətin olmamalıdır. İşə götürənlərə tövsiyələr olmalıdır. Bax, maarifləndirici xarakterli seminarlar, təlimlər keçirilə bilər. Klinik psixoloq Rövşən Nəcəfov belə insanlara qarşı daha həssas yanaşmaq lazım olduğunu deyir. Həbsxana həyatı yaşamış insan bir növ egoistləşir. O ümumiyyətlə düşünür ki, onun bəxti gətirməyib, o dünyanın ən bədbəxt adamıdır. O zaman biz sağlam düşüncəni tənzimləyə bilərik ki, biz sevgi dilində danışaq. Və əgər həbsxana keçmiş insanın ta ki, real həyatda adaptasiya prosesi varsa, mütləq ki, o psixi sağlamlıq mütəxəssisindən dəstək almalıdır. Yəni bir psixoterapiya mərhələsi keçməlidir ki, o insan artıq həbsxanadakı kimi yox, ictimai həyatdakı kimi davranış qaydalarını sərgiləyə bilsin. Sosial inteqrasiyanın əsas şərti işlə təmin olunmaqdır. Bu, onların özlərini cəmiyyətdə yenidən təsdiq etməsi üçün böyük şansdır. Ona görə də cəmiyyət olaraq məhkumluq həyatı yaşamış şəxslərə dəstək olmalıyıq. Aytac Əsədova, Fuad Allahyarov, Nərmin Səfərli.